Hamımız bilirik ki, bəylərimiz xanımlarla tanış olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan ən populyarı isə bahalı avtomobillərdir. Bu üsulla da bəylərimiz xanımların diqqətini özlərinə cəlb etməyə çalışırlar. Biz bu eksperimentimizdə aktrisalarımızın köməyi ilə bəylərimizlə kiçik bir zarafat etmək qərarına gəldik. Qardaşım, bir dəqiqə olar səni. Murad, maşın nasazdır, bloka düşüb, bilmirəm. İkinci komplekt açarda, yolun o yüzündə, Deyvul tərəfdədir. Bir dənə gedim açar, götürüm gəlində, bir 10 dəqiqə oturdu içində. Yəni özü daha pis elə bir dənə olar. Xahiş edirəm, gəl zəhmət olmasa, bir dənə maşına baxardın da, nə olar? Biraz tələsinəm də. 10 dəqiqəyə buradayım, qardaş. Biraz tez olma, zəhmət. Yaxşı, belə istəyirsənsə içində otura bilərsən. Yox, narahat ol, mən burada gözləyirəm. Bahalı da maşındır ki, əmanət edirsən. Sağ ol. Yaxşı dost, yaxşı, narahat ol. Qıqış gəlim, hamısı bir 10 dəqiqə gəlim. Yaxşı. Narahat olma, sən get yaxa. Bağışlayın, maşınınız çox xoşuma gəldi. 7 dənə Instagram üçün şəkil çəkdirsən olar. Olar, amma ki. Bir şəkil olacaq. Yaxşı. Geçelim maşındı. Geçelim maşındı. Amma mənim deyil. Qardaşım gələcək, tərədəsin, tələsirik. Maşın xoşuma gəldi. Xanım, maşının nasazdır. Siz nömrənizi verin, siz axşam üstü mən götürürüm. Oturmaq olar. Olar, olmağım, amma belə də ki, nə ehtiyac var ki? Nə bilim, gedərdik bir yerə, oturardıq. Harası getmək istəyirsiniz? Bəli. Maşında biraz problem var, biraz nasazlıq var. Amma məndə bundan bir dənəsi də var. Yox, Buna maşın oxşar. çox xoşuma gəldi. Bunu istəyirəm. Bu xarabdaq indi, neyini? Ay, Onun üçün böyle usta gözləyirəm ki, buradan taksiyə minəm, çıxam gedəm o birisi maşınla. İstəyirsinizsə vaxtınız varsa gedək. Sana şimdi qardaşım gələcək, tərədəsin. İstəyirsiniz başqa vaxtı görüşə bilərim. Dostum da gəldi. Qardaşım, çox sağ ol, maşına bax. Mənim dostum gəldi, çıxdı. Sənə bax sağdan sonra. Dostumdur, bayaqdan o gözlürdüm elə. Mən sizə axşamdan gələcəm xanım. Nəsə, şuna ol, gəl qardaşım, maşına bax. Dostumdur be. Qardaşım, yaxşı qardaşım. Qardaşım, bizim haqqımızdadır. Gözlə qardaşım. Maşına baxdığına görə çox sağ ol qardaşım. Kimin maşını başa düşür? Qardaşım da gəldiğində tələsirik, biz gedirik. Başa düşürəm, xanım sizlə. Xanım mənlə də sabah çatır. Yox, qardaşım, maşın mənimdir. Yəni ki, siz xanıma nə demirsiniz, benim də? Adlan edir ki, maşın olur ya. Yox, qardaşım da. Taksisindən gedək. Hə, yaxşıdır. Hər dostum gedək. Yoxsa o maşına baxdığına görə. Gəldi, yes. Kimdir? Oturmaq istəyir, oturmaq istəyir. Sağ ol qardaş. Sağ ol. Tanırsın. Yo.
Oğlanları sınağa çəkirdik, yoxlayırdıq ki, bəs necə reaksiya verəcəkləri. Çox sağ olun, sınaqdan demə başlayıb keçdiniz. Əlbəttə ki, gözəl həyat yaşamaq üçün pul, status və digər bu kimi vasitələr lazımdır. Lakin unutmayaq ki, sadəlik və səmimiyyət daha ön planda olmalıdır. Gəlin ətrafımızdakıları xarici görünüşünə, maddi imkanlarına görə deyil, insani keyfiyyətlərinə görə qiymətləndirək.